Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Sizi təkrar 21-ci yüzilliyin qadını proqramında salamlayırıq və qeyd etmək istəyirəm ki, bəlli olduğu kimi bugün 15 iyun Milli Qurtuluş Günü Dövlət Bayramı kimi qeyd olunur. Əlbəttə ki, bu da səbəbsiz deyil və bu mövzu ilə bağlı hazırda proqramımıza Modern İnkişaf və Ailə İctimai Birliyinin rəhbəri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyevanı dəvət etmişik və mövzunun detalları ilə bağlı Zərifə xanımın fikirlərini öyrənməyə çalışacağıq. Hər vaxtınız xeyir olsun Zərifə xanım. Xoş gördük. Əlbəttə ki, qeyd etdiyimiz kimi 15 iyun Qurtuluş Günü, Milli Qurtuluş Günü bir dövlət bayramıdır və eyni zamanda elə bir tarixi gündür ki, bu tarixi gündə əlbəttə ki, tarixi şəxsiyyətdən danışacağıq. Çünkidən sonrasında istərdim siz deyəsiniz. Qurtuluş günü böyük bayramdır. Həm dövlətimizin, həm xalqımızın. Yəni mən deyərdim ki, müstəqilliyimizin, azadlığımızın, suverenliyimizin ilk qoyulan addımı, ilk bayram. Bu bayramda bilirsiniz ki, Heydər Əliyevin istəyi ilə, qətiyyəti ilə ikinci dəfə hakimiyyətə gəlməsi oldu. Yəni bilirsiniz, o vaxt heç o hakimiyyətə gəlmək də fikri yox idi 93-cü ildə. Yəni Azərbaycan parçalanma dövründə idi. Azərbaycan hər tərəfdən təsəvvür edin üstünə baxmayaraq 20% işğaldaydı torpaqlarımız, amma Azərbaycan içində də mənfur qüvvələr bilirsiniz ki, Ölkə vətəndaş müharibəsi qardaş müharibəsinə gedirdi. Yəni bir tərəfdən Sadval cəmiyyəti, bir tərəfdən Talış Muğan Respublikasını, bir tərəfdən də Sürət Hüseynovun qeyri-qanuni hərbi birləşmələri, yəni Azərbaycan demək olar ki, o parçalanma dövründə, o dalov içində yanan bir dövrdə təsəvvür edin, o vaxt həm iqtidarda olan adamlar, həm müxalifətdə olan adamlar, hamısı üst tutdu Heydər Əliyevə. Bilirsiniz, Heydər Əliyev böyük liderdir, böyük xadimdir, dünyada tanınmış siyasətçidir. Onun məsləhətləri ilə ona üst tutmaq da məqsəd o idi ki, Azərbaycanı bu bəladan qutarsın. Yəni o vaxt bildilər ki, Heydər Əliyevdən başqa heç kim bu ölkəni qutara bilməz. Düzdür, Heydər Əliyev özü də elə öz çıxışlarında deyən kimi, müstəqilliyi belə söyləmək olar, amma onu əbədi eləmək, o hər adamın işi deyil. Hər rəhbərin işi deyil. Hər liderin bacardığı tarixi. Yəni mən lideri niyə demədim? Çünki mən o zamanlarda Heydər Əliyevdən başqa Azərbaycana bir lider görürüm. Lider kim seçir? Lider xalq seçir. Lider nə ilə seçilir? Lider ömrü boyu etdiyi işlərdən, onun gördüyü faydalı ölkəsinə bağlılığından, torpağına bağlılığından, vətənsevərliyindən seçilir. Və o vaxtda da xalq başa düşdü ki, Heydər Əliyev yalnız yeganə bir liderdir ki, torpağını, vətənini, xalqını sevən bir insandır. O bu bəladan qutarar. Azərbaycanı xilas edə bilər. Bəli, haqlısınız. Zərifə xanım, mən sizin Heydər Əliyev irsi ilə bağlı ərsəyə gətirdiyiniz kitabdan bəhs etmək istəyirəm. Səhv etmirəmsə, bu il, yəni 103 illik münasibəti ilə kitabın təqdimat mərasimləri oldu. Kitabla bağlı qısaca məlumat verərdiniz. Bəli, mən sizə söyləyim. Heydər Əliyevin haqqında yazmaq, bilirsiniz ki, bütün dünya liderləri yazır. Bəşəriyyətdə tək bir gələn bir siyasətçi, uzaq görən siyasətçi, qüdrətli bir siyasətçi və o da Azərbaycana, uca Tanrı tərəfindən Azərbaycana bəxş olunmuş bir liderdir. Heydər Əliyevdən yazmaq elə də asan deyil. Heydər Əliyevdən dünya alimləri yazır, böyük insanlar, şəxsiyyətlər yazır. Bu sadəcə mənim bir belə bağlılığım oldu. Mən öz vətənimi sevirəm, torpağımı sevirəm. Əgər mənim torpağımda, mənim vətənimdə belə bir lider varsa, bunu mən özümə bir mənəvi borc bildim ki, Heydər Əliyevdən nəsə o mənəvi borcumu nəyinəsə yerinə yetirim. Bəli, bu mən Heydər Əliyev irsi kitabını yəni yazdım, amma mən deyə bilmərəm ki, Heydər Əliyevdən yazmaq çətindir, onu bir kitabla bəs eləməz. Onu hər xalq olaraq hər birimizin mənəvi borcumuz var Heydər Əliyevin qarşısında. Çünki bugünkü bu günü, bu gözəl günü.
Kitabın bizə bəxş edən Heydər Əliyev oldu. Bəli. Bilirsiniz ki, Heydər Əliyev 10 il hakimiyyətdə olduğu dövrdə bütün dünya ölkələrini gəzdi və isbat elədi ki, Azərbaycana torpağı işğal olubdur. Bizim sərhədlərimiz budur. Bunu bütün dünya ölkələrini inandırdı ki, bizə sui-qəsd olub, bizim torpaq işğal olunubdur. Yəni bunu sübut elədi. Belə düşündüm ki, məsələn, xəbərlər verir, qəzetlər yazır, jurnallar yazır. Amma mən xalqa çatdırmaq istədim ki, bu ancaq xəbər deyil. Heydər Əliyev getdi, görüşdü, söylədi. Bunu yəni izahı ilə mən bunu özümün müşahidələrimi o kitabda həkk elədim. Yəni Heydər Əliyevin, Ulu Öndərin xarici siyasətini, Azərbaycanı necə təmsil etməsi, dünyaya çıxarmasına daha çox yer verdiniz Bəli, kitabda. daha çox onu yer verdim. Bəli. Bu kitabın təqdimatı səhv etmirəmsə Qərbi Azərbaycan Birliyində həyata keçirildi. Bəli, Qərbi Azərbaycan İctimai Birliyində deməli bu kitabın təqdimatı oldu. Keçən ay və çox da uğurla keçdi. Böyük rezonansa səbəb oldu. Yəni böyük insanlar, orada dəvətlilər, hətta milli qəhrəmanımız, sonra bizim millət vəkillərimiz orada çıxışlar elədilər. Doğrudan bu kitab çox belə hörmətlə qarşılandı. Hətta deyim, Mətən xanımı kitaba bugün çox tələbat var. Mənə çox mesajlar gəlir, məktublar yazılır ki, bu kitabın yenidən nəşr olunur. Çünki o nəşrdə, nəşriyyatdan çıxandan sonra bu tədbirlərdə hamısı paylanıldı, hədiyyə kimi verildi. İndi çox tələbat var. Oxuyub tanış olanlar daha da bu kitabı maraqla qarşılayırlar. Bəli, Zəfər xanım, siz bir yazar kimi çox əslində çətin, biraz öncə dediniz, məsuliyyətli bir mövzuya müraciət eləmişsiniz. Əlbəttə ki, çox böyük məsuliyyətdir. Mən sizlə həmfikirəm bu barədə. Amma bir məsələyə də sizin bir yazar kimi, publisist kimi fikrinizi öyrənmək istərdim. Siz bilirsiniz, bugün müasir günümüzdə daha çox internet resurslarından məlumatlar əldə etmək, bilgilər əldə etmək və yaxud da ki, sosial şəbəkələr vasitəsilə məlumatlar əldə etmək bir trendə çevrilibdir. Yəni, bu o deməkdir ki, kitab oxumaq, klassik kitab mütaliəsinə olan maraq azalıbdır, öncələrdə fərqli olaraq. Məhz bu baxımdan bu cür tarixi dönəmi analiz edən, şərh edən kitabların nəşr olunmasının əhəmiyyətini necə dəyərləndirmək olar? Hansı əhəmiyyət kəsb edir? Bilirsiniz, kitabı siz düz deyirsiniz. İndi elə bir ki, tendensiya gedir daha çox internetdə, süni intellektdə, yəni belə bir sosial şəbəkələr vasitəsilə, sosial şəbəkələr vaxtı, saytlardan, bəli. Bəlkə də mən onun əleyhinə də deyiləm. Artıq zamanı bunu tələb eləyir də. Amma mən onun əsas tərəfdarıyam ki, kitab oxunmalıdır. Və kitab qalıcılıq xassəsinə malikdir. Bəli, kitab çünki tarixdir. Orada tarix göstərilir. Tarixə görə tariximiz qalmalıdır, tarix oxunmalıdır. Baxın, qədimi kitablar indi oxunulur. Yəni bunun nətər əleyhinə çıxmaq olar? Kitabı yazarkən onu dərk eləyirsən, fikrini ora yönəldirsən və onu eyni zamanda oxuyarkən daha çox onu qəbul edirsən. Ulu Öndər həmişə deyirdi, tarixi təkrarlamaq lazımdır. Tariximizi itirmək olmaz. Tarixi itirən demək olar ki, vətənini itirir, torpağını itirir. Tariximiz hər zaman insanların şuurunda təkrarlamalıdır. Bu da nə ilə? Düzdür, bax, məsələn, kitab qalıcıdır. Kitabı saxlamaq, qorumaq, onu oxumaq, təkrarlamaq. Amma internetdir, bir də sabahları bir şey, məsələn, pozuldu, sistem dayandı, orada pozulmalar gedir. Yəni, hətta məktəb uşaqlarına da, institutda da, bilirsiniz, biz oxuyan vaxtı, məsələn, mən özüm tibb universitetini qutarmışam, tibbi, histologiyanı, anatomiyanı oxumamış, nətər onu qavramaq olar? Bunu oxumaq lazımdır, kitabları oxumaq lazımdır, kitabları qorumaq lazımdır. Bu bizim tariximizdir. İndi mən bu kitabı sevə-sevə yazmışam.
Sevə-sevə. Yəni Ulu öndərimizin tək mən yox, dahi insanlar yazır, göstərir. Amma bunu mən özüm kiçik bir şey də olsa, bunu mən özümə mənəvi borc bilmişəm. Mən bunu yazmışam. İndi bu kitab qorunmalıdır və kitabxanalarda var, institutlarda var. Mən təqdim eləmişəm hamısına. Yəni bunun qorunması lazımdır. Aydındır. Yəni tarixi hadisələrin yer aldığı kitablar özü bir tarixdir. Bu kitablar qalıcıdır. Yəni bu baxımdan bəli. Zəfər xanım, mən sizə təşəkkür edirəm və sizə yazarlıq, publisistik fəaliyyətinizdə də uğurlar arzulayıram. Mən deyərdim ki, Mətənət xanım, son sözüm odur ki, bizim vətəndaş olaraq bizim Azərbaycanlıların hər birimizin, bax, Ulu öndərimizin qarşısında mənəvi borcumuz var. Ulu öndərin irsi ilə ilk qayıdış o gündən başladı ki, biz bugün o zəfəri çaldıq. Bugünkü zəfərimizin başlanğıcı 93-cü ildə, 15 ildə Milli Qurtuluş Günü o zaman qoyulmuşdu. Və bu zamanda biz bütöv Azərbaycana sahib olduğumuz günü, zəfər günümüz, bildiyiniz kimi Ali Başkomandanımız ilk olaraq nə etdi? Ulu öndərin heykəli qarşısında o söylədi ki, mən şadam ki, Ulu öndərin vəsiyyəti yerinə yetirildi. Təşəkkür edirəm Zərifə xanım. Çox sağ olun ki, təkrar gəldiniz və fikirlərinizi bölüşdünüz. Bu qədər dəyərli izləyicilərimiz, həm söhbətimiz modern inkişaf və ailə ictimai birliyinin rəhbəri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva idi. Salamat qalın.